Kapını açıyorum ben. Kapını açıyorum. Salam aleyküm kardeş. Salam aleyküm kardeş. Sağ ol. Kardeş, Range Rover neçədir? 44 bin dolar. 44 bin dolar. Yaxşıdır ha? 44 bin. Kapını aç görün bir içine bakın. Kapını aç. Ehtiyat ol. Neçə dedin? 44 bin dolar. 44 bin dolar ha. Bir sigara free görüm onu. 44 bin dolar. Yox, yaxşıdır. Ağzıma açsın ağzım. Ha. 44 bin dolar manatdan nəsə də onu hesablayır. Yandır da bunu yandır. Əlimə yox ha yandır. Ha. Soruşmaq müəllim belə ayıb olmaz. Siz nə işləyirsiniz belə köməkçinin azadla Qaqa, gəlirsiniz? köməkçi deyil, qapını aç. Buyur müəllim. Köməkçi deyil, qaqa. Mən prosto əlimi hara vururam, məni top vurur. Sizin də başınıza gəlir o. Müəllim. Tacefi, güzel bizim de. O çıktı mı? Kız gibi çıktı. Bak çok nasıl oldu? Nasıl oldu bak. Az diye yetiştirirsen boşuna da. Boy, ne tersen başına dönüm. Yadına gelir senden 200 manat borç almıştım iyi. He yadımdadır. Sen ne abırsız adam sana. 8 yıl geçip üstünden hele de yadındadır. Hile şeyleri özüne dert eləmə, boşuna dönüp unut yadından çıxart geçsin. Öpürəm, bir daha var. Altun xeyirli olsun qardaş. Ətə sən 07 alırdın, baxıram ki, el yerdə oturmursan qardaş. 07 almaq istəyirdim, anar sözün açığı. Aha. Dedim mən onu elə 07 aldım, üstünə 2-3 min qoyum, Elantra alım da. He. Elə Elantra'ya fikirləşirdim ki, dedim mən bunun üstünə 3 min qoyuramsa elə 2 min də qoya bilərəm, olsun 5 min. Mənim götürüm Optimadan zaddan. Gəldim elə Optima'yı götürmək istəyirdim. Dedim bu 5 min qoya bilirəmsə, mən bir 10 min də qoyum, bir qəşəng maşın alım. Bir 10 min dedim qoya bilirəmsə elə işləyim, dayanmadan işləyim, anar. Dayanmadan. Aha. Elə bunun üstünə bir 50-60 min də qoydum, elə bunu götürdüm. Sağlığıma qismət, sənin üçün də qismət olsun inşallah. Sağ ol, sağ ol. Qar, nə? Qar. Qar yağır çöldə, başqa dəhşət qar yağır. Hələ bunu istəyirəm bir 2 ay sürəm, Üstünə də bir 100 min azadan qoyam, təzə çıxan tok maşınları var ya, ondan alam. Xeyir, sağ ol. Öpürəm ürək. Sağ ol. Yukarı git! Burada hə, qoduq. Aza, buradır? Hə, burada. Qaqa, bu bajoğludur. Hə qardaş. Bir remeni salaşaqda, ürək göbəyinə çəyimsən bunu. Qanı versənə. Əskərlikdən təzə gəlim. Aha. Buna bir sözüm var idi, əskərlikdən gələndə sana maşın alacağım, ona görə gəlmiş. Hə. Əlinizdə belə babat nəyiniz var? Var elə üstündə durdu, bax BD'miz var məsələn. Nə 23 min manat. Nətər də bə, necə da bu? Hansı baş olur? Ha, buraya. Dayçilərini bir bura. Bajoğlu, bunun qiyməti nədir? Bunun qiyməti belə müəllim 32 min manatdır. Bu baş oğlu hanı gəlsin bir baxsın da. Yadırğamayıb, əskərlikdən təzə gəlib, mən sənə deyirəm. Bajoğlu yaxşıdır, maşınlar, bir dur. Maşınlarınız yaxşıdır, qiymət, saat, hər şey öz qaydasındadır. Prosto nəsildə heç kim mənim sözümə vid vermir. Yəni? Yəni, bax, mən bunun dədəsindən də bir 10 min borca pul aldım. Dedim, qaytaracağım, qaytarmadım. Yəni, mən sözüm vozduqdur, yəni. Elə çöldə elə çay içirdik, dedik, girək bura sərinləyək. Gəl, Azad! Addımla, marş! Böyle sağ ol! Sahip bu kızı derdim, bana bu kızı derdim. Sen öl. Kakra sütümde özüyük de var. Gedirəm kıza evlilik teklif edeyim. Sen öl. Gel. Hanım. Kimdə? Sen hoş bakmayacağım. Mahkeme sen o nişanlı kızını mahkeme bir sağ ol. Altun! Altun! Bəli müdür. Bu gün işə gecikənlərin adlarını de. Müdür, Seyiddir, Samitdir, Kamrandır, hamısını çörək kəsdiyim uşaqlardır müdür. İncimeyin müdür. Laf məni assanız da, kəssəniz də, doğrasanız da, işdən azad belə etsəniz də, onların adını verə bilmərəm müdür. Mən çörək taftalayan oğlan deyiləm müdür. İncimeyin müdür, oldu müdür. Buyurun mənim. Başqa nəyəsə ehtiyac var mı? Yox, qardaş, sağ ol. Ehtiyac yox. Hər şey yaxşıdır, hə? Sağ ol, Allah şükürlər olsun. Ay mən həmişə burada otururam. Bax bu afisiyant var. O qədər gözəl, mədəni, tərbiyəli insandır. Çıxanda buna bir çay qoy verək, hə? Yaxşı qulluq eləyirik. Sizin zatınızın ağzını. Bir şərəf, bir vicdan, bir sevdol almalıydım yadımdan çıxdı. Namik, 3-cü kabinetdəki pey... Bunu götürürəm, bunu uşaqlara denən göndərsinlər, aformit eləyim, mənim adıma geçsin. Allah xeyir versin qardaş. Prosto hər ay gəlib bir maşın alırsan, bunu nəylə alırsan sən? Onun sonra 1 qram aidiyyatı var, qazanıram alıram da, işləyirəm alıram. Sənin çörəyimi yeyirəm. Heç nə. Göndər, gedirəm qayaya, göndər uşaqlara aformit eləyim. Problem yox. Allah xeyir. Bahtı verirsin başına. Uşaqları göndər gəlsinlər aformit eləyim. Oldu. Salam güzel hanım, necəsiz?
Salam, yaxşısınız, necəsiz? Tanış olmaq olar sizlə. Olar, olar. 18 qardaşım, bir bacı Sarı xanım. Ay Allah, gedib mamama deyəcəm. 18 dənə qardaş nə deməkdir? Evdə qalmışam. Gül kimi də uşaq idi. Altun salam. Salam. Necəsən? Sağ olun, sağ ol, sən nətər? Evdə kim var? Heç kim. Komandir də yoxdur. Yox, subayçılıq nədir ki? Qaqan sən qəşəng qonaq versin. Ha, gedək yox, qıraq. yox, mən gel. İncimə məndən, mən gedəmmərəm qardaş. Sənlə maksimum gəbəri. Gəbəri. Maksimum sənlə, bax, burada. Həyətin ortasında oturursam, var çay içə bilərəm, qaqa. A niyə komandir də yoxdur? Gedək vuraq da. Qorxuram, qaqa. Niyə? Buna bax. Bu nədir ya? Komandir məni ev tutaq eləyib bütün balasta. Ən uzaq məsafəm 16 metrdir. Darvazadan çölə çıxamıram. Allah köməyin olsun. Ay Altun, bu ev vardan almısan? O əmlakçı Nihat yoxdur Noxarda. Hə. Ondan almışam. Bütün balasta bir ucuz evlər satır. Bir ucuz evlər satır. Gəl elə mənə qonşu ol, qurban olsun. Nömrəsini də görən, nömrəsini də görən. 055 216 06 68. Mənə qonşu ol, olsa evdən çölə çıxamıram. Ha, yox. Hər kəsi salamlayıram, əziz izləyicilər. Bu günləri bax bizə verilən belə möhtəşəm bir manqal setində istəyirəm sizin üçün pomidor yumurta bişirəm. Baxın, yumurtalar bizə lazımdır 3 dənə pomidor, bax belə üstü belə kənd yumurtası, üstü poxlu yumurtalar. Yeri gəlmişkən bu hədiyyəyə görə Çılçıraq səhifəsinə təşəkkürlərimizi bildiririk. Birinci başlayırıq pomidorumuzu soymaqdan. Bax belə pomidorumuzu soyuruq, atırıq yerə. Narahat olmayın, yeri zibilləmirəm. Özgəsinin yeri deyil, öz yerimdə özüm təmizləyəcəm. Daha sonra yumurtalarımızı götürüb qırırıq. Yumurtalarımızı dedim biraz pis çıxdı. Daha sonra zövqə uyğun, mən bunu çox sevirəm. Bunu çox sevirəm. Zövqə uyğun Holland pendirini belə çörkada keçirdirik. Kərə yağımızı, əsas məsələ, kərə yağımızı atırıq. Bəh, səsinə bax. Kərə yağ əridikdən sonra üzərinə pomidorumuzu əlavə etdik, yumurtamızı əlavə etdik və bişənə yaxın üzərinə də bax belə Holland pendirini əlavə edib sünkar bir dad əldə edirik. Qarpızdır, arvaddır, bir də loteriyadır. Bunlar bəxtlə olan şeylərdir. İndi aşağı görək necə alınıb. Bəh, möhtəşəmdir, möhtəşəm. O svetoforda durub yaşıl yanan kimi siqnal verənlər var. Onlar bunu bişirəmməz, çünki səbirləri yoxdur. Dadına baxayım. Möhtəşəm. Yeməyimizin üzərindən də bax belə gözəl xavmadan içirik, hər şey gözəl olur. Siz də hazırlayın, sizdə də bundan gözəl alınacaq. Nuş olsun.